Və zaman-zaman sözü gedən Bessame Mucho əsərini dünyanın ən nüfuzlu ulduzları Placido Domingo, Ella Fitzgerald, Elvis Presley, Louis Armstrong, Beatles qrupu, Dalida kimi nəhənglər ifa ediblər. Bugün bu mahnı bir qədər fərqli tərzdə sizə təqdim olunacaq. Əslində biz solistləri tək-tək görürdük səhnədə və yaxud da duet şəklində. Bu mahnını bugün onlar 5-i birlikdə ifa edəcəklər sizin üçün. Görün, nə möhtəşəm bir əzəmət və görüntü olacaq. Və mən böyük məmnuniyyətlə səhnəyə istəyirəm onları bir-bir dəvət edeyim. Əməkdar artist Fidan Hacıyeva, alqışlayın, xahiş edirəm. Opera və Balet Teatrının solisti Anton Ferdstampt, alqışlarınızla. Bakı Musiqi Akademiyasının tələbəsi Süleyman Süleymanov. Opera və Balet Teatrının solisti Fərid Əliyev, amma xahiş edirəm asla. Təşəkkür. Və Bakı Musiqi Akademiyasının daha bir tələbəsi Azər Rızayev. Alqışlayaq. Baxın, onlar 5-i də qarşınızdadır. Və biz sadəcə tam sakit şəkildə bu möhtəşəm nəhəng əsəri dinləməliyik. Diqqətinizə görə minnətdarıq. Tenerte muy cerca, mirarme en tus ojos, verte junto a mí. Piensa que tal vez mañana yo ya estaré lejos, muy lejos de aquí. Bésame, bésame mucho, como si fuera esta noche. Tengo miedo a perderte, perderte después. Que tengo miedo a perderte, perderte después. Bravo!